Salam, bugün sizlərlə Gənclərə Nəsihət əsərinin təhlilinə baxacağıq. Demək, Gənclərə Nəsihət əsəri bilirsiniz ki, müəllifi Əfsələddin Xəqani Şirvanidir və Əfsələddin Xəqani Şirvani 12-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Və Azərbaycan ədəbiyyatında bir çox fars dilində yazılmış əsərlərin də şeirlərin müəllifi hesab olunur. İndi isə bugün sizinlə biz Əfsələddin Xəqani Şirvaninin bugün üçün də çox aktual olan Gənclərə Nəsihət adlı məsnəvisini, yəni şeirini keçəcəyik. Əvvəlcə qeyd edim ki, Əfsələddin Xəqani Şirvaninin Gənclərə Nəsihət şeiri əruz vəznində yazılmışdır. Ümumiyyətlə qeyd edeyim ki, qədim dövrdə yazılmış bütün əsərlər əruz vəznindədir. Yəni bunu sadəcə yadınızda saxlayın ki, qədim dövrdə olan bütün əsərlər əruz vəznindədir. Çünki birinci əruz vəzni yaranır, sonra heca vəzni və ən sonda isə sərbəst şeir vəzni yaranır. Sərbəst şeir şəkli belə deyək. Və bizim üçün ən dəyərli və belə deyək də milli olan vəzn heca vəznidir. Sadəcə qədim dövrdə ana dilində yazmaq o qədər inkişaf etmədiyi üçün, yəni ana dilində yazmaq ənənəsi olmadığına görə o dövrdə heca vəznində aktual deyildi. Yəni o dövrdə aktual olan əruz vəzni idi. Və şeir həmçinin lirik növdədir. Lirik növdədə əsas nə idi? Lirik növdə əsas təsvirdir. Çox üzr istəyirəm, lirik növdə əsas tərənnümdür. Epik növdə təsvir və təhkiyədir. Yəni lirik növdə əsas nədir? Tərənnümdür. Burada da fitnə törədilməsini istəməyən şair fitnəkar cavanı bir növ tərənnüm edir, onu pis işlərdən, əməllərdən çəkindirməyə çalışır. Deməli, dedik ki, əsər əruz vəznindədir, lirik növdədir, yəni tərənnüm əsasında yazılmışdır və əsər məsnəvi janrındadır. Məsnəvi janrındadır. İndi məsnəvi haqqında məlumat verir ki, məsnəvi nədir? Məsnəvi ikilik şeir janrıdır. Yəni, şeirin qafiyələri beytlər AA, BB, CC şəklində, DD şəklində qafiyələnirsə, biz buna məsnəvi deyəcəyik. Misal üçün, baxın, fitnə törətmə, ey fitnəkar cavan və fitnədir ellər dərdlərə salan. Baxın, cavanın anı ilə aşağıda olan salan sözünün anı bir-birinə neynir? Həm qafiyələnir. Daha sonra, cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər onu tarimar. Baxın, burada da ar. Sonra əvvəlində əli. Məsələn, bil, mənzil. Görürsünüzmü? Bir-birinə neynir? Yəni, ikilik şeir janrıdır. Yəni, öz aralarında hər bir beyt ayrı-ayrılıqda öz aralarında nə edir? Qafiyələnir. Biz buna nə deyirik? Şeir şəkli olaraq məsnəvi deyirik. Yəni, janrı məsnəvi janrındadır. Məsnəvi janrı. Məsnəvi nədir? İkilik şeir janrıdır. Əsər beytlər, yəni şeir beytlər şəklində, yəni şeir vahidi. Biz bilirik ki, şeir vahidi misradır, beytli bənddir. Burada, yəni şeir iki misradan, yəni bir beytdən ibarət olduğu üçün onun şeir vahidi beyt hesab olunacaq. Və yadınızda saxlayın ki, əsər fars dilində yazılmışdır. Sadəcə bu əsər bir növ Ələkbər tərəfindən, yəni müəllif Ələkbər tərəfindən tərcümə olunmuşdur. Sadəcə olaraq deməli müəllifin soyadı yadımdan çıxdığı üçün Ələkbər deyirəm. Yəni tərcümə edən Ələkbər adında bir şəxsdir, tərcüməçidir. Və dediyim kimi əsər fars dilində yazılmışdır. İndi gəldik əsərin təhlilinə. Fitnə törətmə, ey fitnəkar cavan, fitnədir ellər dərdlərə salan. Deməli, şair şeirə necə başlayır? Fitnəkar cavana müraciətlə başlayır. Deməli, əsər müraciətlə başlayır. Müraciətlə başlayır. Deməli, fitnə törətməməyə onu bir növ neyinir? Səsləyir. Fitnə törətmə. Yəni, fitnə törətməməyə ona tövsiyə edir. Ey fitnəkar cavan. Yəni, fitnədir ellər dərdlərə salan. Deməli, elləri dərdlərə salan nə imiş? Fitnədir. Baxın, yadınızda qalsın ki, sual düşə bilər ki, elləri dərdlərə salan nədir? Deyirsiniz ki, fitnə. Yəni, sual düşə bilər. Elləri dərdlərə salan fitnədir. Gəldik ikinci beytə. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər tanimar. Yəni, cana məlhəm olan şeylərin vəfa ilə etibar olduğu burada göstərilir. Yəni, vəfa və etibar cana məlhəmdir, yəni dərmandır. Amma deyir, fitnəkarlıq olsa, onu deyir, tarimar edər, yəni darmadağın edər. Yəni, fitnəkarlığın çox pis bir şeyi. Vəfanı və etibarı aradan qaldırdığı burada göstərilir. Daha sonra üçüncü beytdə isə qeyd olunur ki, hilə oğurluqdur. Deməli, sual düşə bilər. Hiləni nəyə bərabər hesab edir? Oğurluğa. Deməli,
hiləni oğurluqla bərabər tutur. Deyir, hilə oğurluqdur. Xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Yəni deyir, sən hilə, oğurluq etsən, deyir, onun əvvəli xoş olsa da, deyir, axırda o oğurluq edənin, hilə edənin, yəni cəzası mütləq onu gəlib tapacaq. Daha sonra Vəfa küçəsində ev tut, yəqin bil. Vəfa mənzilidir ən yaxşı mənzil. Yəni burada deyir ki, əgər bir ev tutmalı olsan, deyir, Vəfa küçəsində bir ev tut. Yəni Vəfa mənzili ən yaxşı nə hesab olunur? Mənzil hesab olunur. Baxın, diqqətli olun. Sual düşə bilər ki, ən yaxşı mənzili nə hesab edir şair? Deyirsiniz ki, Vəfa mənzili hesab edir. Ən yaxşı mənzil Vəfa mənzilidir. Bugün yoxdursa da kimsədə vəfa, vəsiyyət edirəm, olma bir vəfa. Deməli, burada şairin vəsiyyəti yer alıb. Deyir, əgər bugün heç kəsdə vəfa yoxdursa, insanlar vəfasızdırsa, sən onlara uyma, sən onlar kimi olma. Yəni, bir vəfa olma, vəsiyyət edir. Diqqətli olun burada. Çalış az dostluq et. Etsən də əgər dostluqda möhkəm ol, sözdə mötəbər. Baxın, sual düşə bilər ki, şair çox dostluq etməyi tövsiyə edir. Xeyr, deyir ki, çalış az dostluq et. Yəni, az dostluq etməyi tövsiyə edir. Yəni, şair deyir ki, az dostluq edin. Deyir, əgər dostluq etsəz də az dostluq edin. Əsas budur bizim üçün. Yəni, onu tövsiyə edir. Sizcə, deyir, dostu olsaz, deyir, dostluqda möhkəm olun, sözdə mötəbər olun, yəni sözünüz bir olsun da. Daha sonra deyir, dostu qovanları alma yanına, yoxsa gözün ağlar bu halına. Yəni, deyir ki, əgər dost kimsə qovursa, deyir, sən gedib ondan yenidən dostluq eləmə. Çünki sənin bu halva bir müddətdən sonra öz gözün ağlayacaq. Yəni, bu qədər dostu üstün tutur. Dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadan. Yəni, deyir, birini də haqlı şəkildə vursa, deyir, sən həmin, necə deyim, deməli, həmin o insan, dostluğun vurduğu insan ona layiqdir. Yəni, ona qarşı çıxma. Növbəti beytdə qeyd edir ki, dost müttəhim edib kimi etsərət, qardaşın olsa da önünə çəksət. Baxın, burada bir dənə məsələ var ki, deməli, burada dost qardaşdan bir növ üstün tutulur. Deməli, dost qardaşdan üstün tutulur. Çünki burada bu beytdə, baxın, yadınızda qalsın. Dostu deməli, qardaşdan üstün tutur şair. Deyir ki, dost müttəhim edib kimi etsərət, qardaşın olsa da önünə çəksət. Yəni, bir insan dostun səni kimisə tutaq ki, müttəhim edir də, yəni hər hansı bir məsələ ilə bağlı. Deyir, əgər o adam sənin qardaşındırsa, deyir, dostuna görə onun da önünə çəksən. Yəni, dostu bir növ qardaşdan üstün tutmuş olur. Gəldik növbəti beytə. Qırsa bir budağı dost hisslənərək, o cənnət ağacı olsa da əl çək. Peki, əgər dostun bir budağı əsəbləşib qırsa, yəni deyir, o cənnət ağacı olsa da əl çək. Yəni, burada bir növ onu demək istəyir. Yəni, dost çox qiymətli, dəyərli bir varlıq kimi burada göstərilir. Yəni, onun qırdığı digər ağac, budaq da doğrusu, cənnət ağacı olsa da, deyir, ondan əl çəkməlisən. Dostun əkdiyi gül olsa da tikən, çıxarıb yerindən onu atma sən. Yəni, deyir ki, dostun əkdiyi gül tikən olsa da onu çıxarıb atma. Yəni, ona hörmət et, o mənada. Haqq yolunda çalış, o qədər ki, haqq razı qaldığını biləsən mütləq. Burada haqq yolunda, yəni Allah yolunda nə etməyi, çalışmağı bizə tövsiyə edir, yəni cavanlara. Haqq yolunda, yəni haqqın yolunda çalış deyir. Deyir ki, o vaxta qədər çalış ki, biləsən ki, haqq səndən razıdır, yəni Allah səndən razıdır. O günə qədər sən mütləq nə etməlisən, çalışmalısan. Özgənin əli ilə adam olanlar dost qədri bilməzlər, nankör olarlar. Bu hissə sizin kitabınızda yoxdur deyə bunun təhlilini verməyəcəm. Sadəcə mən əsas deməli hissədən baxdığım üçün burada qeyd olunubdur. Deyir, bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Yəni, deyir ki, yəni, beytdən də göründüyü kimi, deyir, bir kiçik adama sən nəvaziş göstərdi. Yəni, deyir ki, sən əgər bir kiçik insana nəvaziş göstərsən, sənin böyüklüyündən heç nə getməz ki. Daha sonra, deyir, razılıq etsə də səndən bir nadan, onun tərifini aldanmayasan. Yəni, burada qeyd edir ki, əgər səndən bir nadan razılıq etsə, deyir, sən onun təriflərinə aldanma. Çünki deyir ki, sən onu öyüdükcə o lovğalanacaq, özünü yoldaş yox, əmoğlun sanar. Yəni, bir növ deyir ki, sən o nadanı başlayacaqsan tərifləməyə, onu da təriflədikcə özünü yoldaş yox, bir növ sənə yoldaşdan daha yaxında özünü hesab eləyəcək. Deyir, daha boyun qoymaz işə xidmətə, lovğalar yabancı olur hörmətə. Yəni, deyir, sən onu nə qədər öysən, o artıq nə edəcək? Lovğalanacaq və lovğalanan insanlar da hörmətə
yabancı olur. Yəni heç bir işə necə deyim, boyun qoymaz. Başlayar nə edər? Hörmətsiz olmağa başlayar, hörmətdən düşər. Boyun böyüklüyü deyildir gərək, himmət böyük olsun, bir də ki ürək. Sizin kitabda olan beyti deyirəm ki, burada bəzi məsələn sözlərdə dəyişiklik var. Yəni burada deyir ki, insanın deyir gərək qəlbi böyük olsun. Yəni himmət nədir? Deyir onun qəlbi böyük olsun, bir etdiyi himməti, yəni yaxşı işləri böyük olsun. Yəni boyun böyük olması, hündür olması bir əsas deyil. Yəni elə də önəmli bir şey deyil. Növbəti beytə baxırıq. Deyir dünyada ağıl tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Yəni burada ağılı hər şeydən üstün hesab edir. Yəni deyir o bir qul yanında şagird ola bilməz. Ağlı nə edir? Üstün hesab edir. Daha sonra sonuncu beytlərdən birində qeyd edir ki, sənətdə tək olan bu xəqanidən gəlincə mənalı fikir eşitsən. Baxın uşaqlar, burada özünü sənətdə tək hesab edir xəqani. Və sizə sual düşə bilər ki, əsərin sonuncu beytində şairin adı çəkilir, xeyr, yanlışdır. Çünki əsərin sonuncu beytində deyil, sondan bir öncəki beytdə şair öz adını, təxəllüsünü çəkir və sual verilirsə ki, özünə müraciət edir, xeyr. Bu beytdə özünə müraciət yoxdur, sadəcə öz adını çəkir. Amma belə ümumi sual verilirsə ki, məsnəvidə, yəni şeirdə müraciət var, bəli, fitnə törətməyi fitnəkar cavan. Fitnəkar cavana elə əsərimiz fitnəkar cavana müraciətlə başlayır. Baxın, bunda diqqətli olun. Və sənətdə, bu beytdə də sənətdə tək olan xəqanidən özünü yəni sənətdə tək hesab edir. Və yenə də deyirəm ki, sonuncu beytdə deyil, sonuncudan bir öncəki beytdə öz adını çəkir. Qorun pis adamdan, anla ki onlar, əqrəb tək kör olar, ilan tək lal kar. Və pis adamdan qorunmalı olduğumuzu bizə başa saldır və deyir ki, onlar əqrəb tək kordular, ilan tək lal kar. Bu da Əfsələddin Xəqani Şirvaninin Gənclərə nəsihət əsəridir və onu da qeyd edim ki, Gənclərə nəsihət əsəri təkcə o dövr üçün deyil, yəni 12-ci əsr üçün deyil, həmçinin bu dövrümüz üçün də, yəni 21-ci əsr üçün də çox aktual olan deməli şeirlərdən biridir. Belə.